Salam, hörmətli iştirakçılar, xanımlar və bəylər. Bugünün səbəbi hamıya aydındır ki, Güney Azərbaycanda və Fars millətlərin zindanların azadlığı üçün və onlardan himayət üçün biz burada toplaşmışıq. Çox sağ olun ki, gəlmişsiniz bu səhər tezdən bu pis havada. Umudvaram ki, bizim bu eylemimiz səbəb olar ki, təsir olar içərdə və millətimiz üçün bir oyanış kimi, bir dəstək kimi, bir himayət kimi olsun bizim bu hərəkatımız. Bir daha hamımızdan təşəkkür edirəm. Burada demək olar bizdən başqa şəhərlərdən, başqa ölkələrdən də burada iştirak edirlər. Hamısına təşəkkür edirəm ki, burada gəlsiniz, iştirak edirsiniz. Çox sağ olun. Şimdi sularımız olacaqdır. Bu bəyanatımız olacaqdır bu aksiya ilə bağlı. Ayda xanım buyursun bəyanatı okusun. Bizim zamanımız az olduğu için olabilir ki bazı təşkilat mensupları burada çıxış eləsinlər. Onlar da bir imkan daxilində zamana baxıb ayarlayacaq. Ve bizim burada başka milletlerin temsilcileri de vardı, başka teşkilatlar. Onlara da imkan daxilində səs verəcəyik, gördülər sözlərini desinlər. Necə ki, Səməd bəy buyurdular, bugünkü aksiyanın əsas məqsədi bizim İranda zindanda olan, həbsdə olan mübarizlərimiz və siyasi məhbuslarımızı dəstəkləməkdir. Biz həm öz Azərbaycan siyasi məhbuslarımıza, həm İranda olan bütün siyasi məhbuslara azadlıq tələb edirik. İran hakimiyyətinin bu baskısını ancaq bu bizim siyasi faalların öz milli haqqını istəyib, sivil və din şəkildə öz milli haqların, fərhəngi haqların tələb etməyi üçün bunlara uzun həbslər verirlər. Bu, bütün İranın özünün anayasasına, dünyada millətlərin haqqı, insan haqlarına uyğun olmayan və haykırı bir əməldir. Biz bütün insan hüquqlarının müdafiə təşkilatlarından istəyirik, tələb edirik ki, bizim bu həbsdə olan siyasi faallarımıza və onların azadlığına dəstək verirlər. Ayda xanım, buyurunuz, mikrofon sizdən. Tack. Jag vill först bara kort säga på svenska att vi har samlats här idag för att säga ifrån mot förtryck, mot tystnad, mot Irans persiska rasismen. Vi står här på 80-årsdagen av den nationella regeringen i Sydazerbajdzjan, en historisk symbol för frihet, värdighet och självbestämmande. Det är ett arv vi är stolta över och ett ansvar vi bär vidare. Regimen i Iran i decennier har förföljt vårt folk. Aktivisterna fängslas och torteras. Vårt språk är förbjudet i skolor. Urga-sjön har torkats ut och våra resurser, de skärs, våra rättigheter förnekas. Vi säger nog är nog. Vi kräver frihet för alla politiska fångar och utbildning för modersmålet, ekonomisk och politisk självbestämmanderätt. Och vi uppmanar Sverige, EU, FN, se vad som sker och agera. Det här är vår röst och vi tänker inte tystna. Nu vill jag dela med
Vətəndaşlıq Şurası bugün Güney Azərbaycan Milli Hökumətinin qurulmasının 80-ci il dönümündə İsveç'teki İran səfirliyi qarşısında toplaşarak siyasi məhbuslara dəstəyimizi rejimin insan hakları pozuntularına və yaratmaz siyasi, iqtisadi, mədəni siyasətlərinə qarşı qəti etirazımızı bəyan edirik. Bu eyləm həm də Güney Azərbaycan Milli Hökumətinin qurulmasının 80 illiyi münasibətilə tariximizə və milli iradəmizə bağlılığımızın simvolik təzahürüdür. 1945-ci ilin 12 dekabrında qurulan Milli Hökumət Güney Azərbaycan Türk millətinin öz dilinə, mədəniyyətinə, iqtisadi siyasi hüquqlarına sahib çıxmaq iradəsinin ən parlaq təzahürlərindən biri olmuşdur. O hökumətin qısa sürən, lakin dərin iz buraxan fəaliyyəti, ana dilində təhsil, yerli özünü idarə, iqtisadi bərabərlik, mədəni intibah proqramları bugün də bizim milli mübarizəmizin ideolojik təməl daşını təşkil edir. 80 il sonra eyni haqlar uğrunda mübarizə davam edir. Rejimin bütün baskılarına rağmen Azərbaycan Türk milləti keçmişindən aldığı güclə haqq və ədalət tələbini davam etdirir. Bu eyləm milli hökumətin mirasına sadiqlik və o ideal uğrunda dirənişin müasir ifadəsidir. 1. Siyasi məhbuslara azadlıq, qəhrəman fəalların yanındayıq. Bugün milli haqlarını müdafiə edən çox sayılı Güney Azərbaycan fəalı ağır həbs və uzun müddətli cəzalarla, işgəncə və psixoloji təzyiqlə, bəzi hallarda fiziki işgəncələrlə, qondarma, təhlükəsizlik iddiamları ilə susturulmağa çalışılır. Bu baskılara rəğmən milli fəallarımız iradələrini sındırmayan bir dirəniş göstərir və bir sıralı o cümlədən Tahir bəy Nəqədi, Rədud bəy Əsədi acılıq aksiyası başlatmaqla öz haqlarını müdafiə edir. Tələb edirik. Bütün siyasi məhbuslar, o cümlədən bütün Güney Azərbaycan Türk aktivistləri dərhal və qeyd şərtsiz azad edilsin. Həbsxanalarda işgəncə və qeyri-insani rəftara son verilsin. Acılıq aksiyası keçirən fəalların həyatı beynəlxalq təşkilatların nəzarəti altına alınsın. Yatəş, beynəlxalq ictimaiyyəti İran rejiminə qarşı siyasi və iqtisadi təzyiqləri artırmağa çağırır. Çevrə fəlakəti və ekosid, Urmu gölünə ədalət. İran rejiminin məqsədli və ayrı seçkilikçi bu siyasəti Güney Azərbaycanı ekoloji fəlakətə sürükləmişdir. Urmu gölü dövlətin planlı şəkildə yönləndirdiyi su qəsbləri nəticəsində demək olar ki, məhv edilmişdir. Gölün 100% qurumuşdur. Minlərlə ailə öz torpağından didərgin düşmüşdür. Duz fırtınaları bölgənin sağlığı üçün ölümcül təhlükəyə çevrilmişdir. Fəlakət rejimin uzun müddətli demoqrafik və iqtisadi baskı siyasətinin bir parçasıdır. Tələb edirik. Urmu gölünün bərpası üçün beynəlxalq nəzarətli şəffaf proqram hazırlanması, su resurslarının ədalətli bölgüsü, ekoloji cinayətlərə görə məsul olanların beynəlxalq qurumlar tərəfindən araşdırılması. Ekonomik və siyasi ayrımcılığa son. Güney Azərbaycan ən zəngin və strateji bölgələrindən biri olmasına baxmayaraq məqsədli şəkildə geri saxlanılır. Bu, açıq şəkildə ekonomik kolonizasiya siyasətidir. Sənaye yatırımları məhdudlaşdırılır, işsizlik sistematik şəkildə artırılır, bölgənin gəliri mərkəzə sorularaq geri qaytarılır, kənd təsərrüfatı məqsədli su siyasətləri ilə çöktürülür, tələb edirik. Güney Azərbaycan bölgəsinə ədalətli iqtisadi pay verilsin, öz resurslarını idarə etmək hüququ təmin edilsin, mərkəzçi, fars millətçi iqtisadi siyasət dayandırılsın. 4. Ana dilinə azadlıq və mədəni hüquqların tanınması. Türkçə 100 ildən çoxdur ki, İran dövlətinin sistematik qadağaları altındadır. Ana dilində təhsil haqqının inkarı, BMT konvensiyalarının ciddi şəkildə pozulmasıdır. Tələb edirik. Türkçə ana dilində təhsil dərhal təmin edilsin. Türkçə rəsmi status qazansın. Dil və mədəniyyət fəallarına qarşı
5. İranın çox millətli gerçəkliklərini tanıması, ədalətli siyasi sistemə keçid. İran artıq tək millətli, tək mərkəzli asimilyasiyaçı sistemi sürdürəməz. Güney Azərbaycan türkləri və digər millətlər öz siyasi taleyini müəyyən etmə haqqını tələb edir. Tələb edirik. Güney Azərbaycanın milli siyasi statusunun tanınması, mərkəzçi hakimiyyət modelindən imtina edilməsi, millətlərin özünü idarə hüququna əsaslanan demokratik sistem qurulması. Beynəlxalq ictimaiyyətə çağırış. Biz tələb edirik. İsveç hökumətindən, Avropa İttifaqından, BMT İnsan Haqları Şurasından, Amnesty International və Human Rights Watch'dan İranın Güney Azərbaycandakı insan haqları pozuntularına qarşı təcili tədbirlər görməyi. Çağrımız siyasi məhbuslara azadlıq, Urmiya gölünə ədalət, ana dilimizə azadlıq, Güney Azərbaycana ədalət və özgürlük, irqçiliyə və kolonializmə son. Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurası Qadeç 13 dekabr 2025-ci il Stockholm. Diqqətinizə görə təşəkkür edirəm. Teşekkürler. Sizin de var mübarize emeleri takdir edilir. Çok sağ olun Meyla Hanım. Şimdi bizim iştirakçılardan, təşkilatlar məsullarından bir neçə nəfər şəkillədik demək olar ki, zamana görə. Şimdi isə Cengiz Bey çıxışına Cengiz Bey. Belə bir gündə milli hökumətimizin 80 illiyində sizlərlə bir arada olmaq və sizlərin burada bəlkə də az bir sayıyla amma çox böyük simbolik məna daşıyan bir hərəkəti təmsil etməmiz, bu mübarizənin 80 il bundan öncə Azərbaycan türkünə qarşı yürüdülən, Azərbaycan insanına qarşı yürüdülən o böyük soyqırımdan sonra bugün Azərbaycan türkünün mübarizəsinin davam etməsi və Azərbaycan türkünün azadlıq həvəsinin, istiqlal həvəsinin, milli haqlarını əldə etmə arzu və niyyətinin bugün də davam etməsi və bugün də bu uğurda Fars faşizminin vahi ittihamlarla ən ciddi, ən sərt təzyiqlərinə məruz qalması çox ciddi məna daşıyır və bu mənalı bizim Azərbaycanın güneyində İran adlanan coğrafiyada Fars faşizminin at oynattığı və heç cür sərhəd tanımadığı bir dövrdə işgəncədə, zülmüdə, faşizmidə heç bir sərhəd tanımadığı bir məqamda Azərbaycan insanı İran adlanan məkanda yaşayan digər xalqların, digər millətlərin nümayəndələri birlikdə müqavimət göstərərək, birlikdə azadlıq eşqlərini, azadlıq həvəslərini, demokratiya uğrunda mübarizə iradələrini ortaya qoymaları Fars faşizminə bunu başa salmalıdır ki, bu mübarizə Azərbaycan xalqının İran adlanan ölkədə yaşayan digər millətlərin öz hüquqlarını sonuna qədər əldə edəcəyi ana qədər davam edəcəkdir və heç kimsə susmayacaqdır. Nə işgəncələr, nə həbslər, nə zindanlar Azərbaycan xalqının iradəsinə maneçilik törədə bilməyəcəkdir və biz bunu simvolizə etmək üçün bugün buradayız. Burada iştirakınız için her birinize ayrıca teşekkür ederim. Sağ olun.
Çok sağ olun Sayın. Bağışlayın dostlar, ben bir neçə kəlmə farsça diyeceğim. Burada bizim Azərbaycanlardan başka milletlerden de burada iştirakçılarımız var. دوستان عزیز خیلی خوش آمدید. تشکر از اینکه در این تظاهرات و یا در این اکسیون حمایت از زندانیان سیاسی به طور کل در ایران و به طور خاص از زندانیان سیاسی آذربایجانی، دوستان عرب ما و ملت‌های دیگر هم اینجا تشریف دارن. من همه تو میدانید که در ایران ملت عرب از جزو اون ملت هایی هستند که بیشترین هزینه را برای مبارزه و آزادی خودشون دادن، بیشترین اعدام ها را دارن، بیشترین زندانی سیاسی را دارن، خشنترین سرکوب را در حق ملت عرب در ایران روا داشت جمهوری اسلامی. علیرغم داشتن ثروت بیکران در عربستان ایران یکی از فقیرترین منطقه های ایران هست، با اینکه همسایگانشون با ثروت بسیار کمتر در نعمت بسیار بالاتری زندگی میکنن. عربستان ایران در چنبره جمهوری اسلامی در فقر به سر میبرند. آبهاشون خشک، مناطقشون خشک، ملتشون فقیر شده است و مبارزینشون سرکوبه در زندان ها به سر میبرند. از جناب آقای دکتر عوده افرابی دعوت میکنم تشریف بیارم برای میکروفون اینجا ما در خدمتتون باشیم، چند کلمه هم از دوستان عربی بشنویم. خیلی ممنونم، تشکر. درست کردید. ما هم در تضامن و همبستگی با برادران آذربایجان جنوبی امروز جمع شدیم تا در 80مین سال اشغال آذربایجان اعلام همبستگی بکنیم، اعلام حمایت بکنیم. ما جز با همبستگی و برنامه ریزی با همه ملت‌های تحت ستم در این جغرافیا نمیتونیم به حقوق اساسی خودمون که آزادی و عدالت و حکومت‌های محلی برسیم. حق شرعی و قانونی همه ماست. به همین مناسبت امروز من در خدمت برادران آذربایجان و بقیه ملت‌ها هستم تا کلمه‌ای در این زمینه برای شما ارائه کنم. با تشکر وقت شما رو میگیرم. حضار محترم، خانم ها آقایان، با سلام و عرض ادب. اولا قبل از هر چیز امروز در این مکان مقابل جاسوسخانه نظام تروریستی گرد آمدیم تا به شهیدان راه آزادی و برابری ادای احترام بکنیم. خواهش میکنم اگر ممکنه یک دقیقه سکوت یا سوره فاتحه رو بخوانیم بر ارواح شهدایی که در این 100 سال ما در راه آزادی مردم خودمون تقدیم وطنهای خودمون کردیم. همچنین از استقامت و صبر خانواده های این عزیزان قدردانی کرده با آنها عهد و پیمان می‌بندیم تا آخرین لحظه در کنار آنها خواهیم بود. خانم ها آقایان، پیشگامان راه آزادی و برابری، این نظام مافیایی از زمان به حاکمیت رسیدن همچون سلف خویش خاندان پهلوی به طور سیستماتیک هویت زدایی، غارت اقتصادی، سرکوب سیاسی و تفرقه افکنی را در لوحه سیاست‌های خود قرار داده، باعث افزایش فقر، بیکاری و نابرابری در همه زمینه‌های جنسیتی، مذهبی، ملیتی و اجتماعی و تخریب محیط زیست و فساد اجتماعی و سرکوب آزادی‌ها گردیده. هر گونه خیزش اجتماعی و هر گونه مطالبه‌ای را با گلوله پاسخ داده است. ما امروز در اینجا جمع شده ایم تا در کنار ملت‌های
ستم دیده و دوشادوش آنها در سرتاسر ایران صدای بی صداها باشیم و صدای آنها را به گوش جهانیان و مؤسسات بین المللی و حقوق بشری برسانیم. در اینجا می‌خواهیم یک نقطه بسیار مهم و اساسی را یادآوری کنیم. ما به عنوان حرکت نظام و آن این است که مبارزه با این نظام سفاک و خونریز تنها در خارج نیست، بلکه مبارزه هم در خارج و هم در داخل می باشد و این را بگوییم که سنگینی مبارزه در داخل بوده و مبارزات داخل تعیین کننده هستند، زیرا که دشمن اصلی ملت‌های تحت ستم در داخل است. در هر صورت در 100 سال گذشته پس از اینکه انگلیس به دلیل منافع خود و کشف نفت در الاهواز در سال 1905 به تدریج از حمایت شیخ خزل دست کشیده، مبارزات خان همراه شده به شیخ خزل را پس از طریق برای ملاقات و مقامات در تهران فرا خوانده دستگیر می‌کنند. مردم ما در برابر اشغالگران اعتراضات و قیام‌های بسیاری برپا داشتند که نتیجه آن شهدای فراوان و زندانیان و تبعیدی‌های فراوانی داشتیم، به طوری که در این زمینه کتاب‌های زیادی نوشته شده. حتی ذکر خلاصه‌ای از آنها در اینجا میسر نمی‌باشد. همکنون بسیاری از جوانان رشید و غیور ما در زندان‌ها به سر می‌برند و هر آن ممکن است به جوفه اعدام سپرده شوند. در اینجا می‌خواهم قصه حمزه سواری را یادآوری کنم. قصه هست، قصه هم هست که مشتی از خلوار مصائب خانواده‌های ما در الاهواز می باشد. داستان حمزه سواری فقط داستان جوانی در اوج زندگیش در سن 17 سالگی نیست، بلکه بازتابی از رنج بسیاری از جوانان عرب در الاهواز است که فعالیت‌های فرهنگیشون به پرونده‌های امنیتی تبدیل شده، زیر شکنجه از اونها اعتراف گرفته و بدون حق دفاع در بیدادگاه‌های انقلاب به صورت ثوری مطرح شده به زندان به اعدام سپرده شدند. حمزه سواری 20 سال پیش همراه دو برادرش دستگیر، دو برادرش اعدام و او محکوم به حبس ابد می شود. او همکنون در زندان به سر میبرد و اخیراً پدرش به علت درد و رنج فراوان درگذشت. او حتی نتوانست در مراسم فوت پدرش شرکت کند. داستان حمزه سواری و خیلی فراوانی از زندانیان الاهواز در گزارش‌های بین‌المللی حقوق بشری مستند شده. دردها و رنجها بسیار است. تنها در ماه گذشته بیش از 336 نفر از فرزندان بیگناه این ملت‌ها را اعدام کردند بدون اینکه حق دفاع داشته باشند. بنابراین ما ملت‌های تحت ستم و ظلم نظام واپسگرای جنایتکار از بلوچ، ترک و ترکمن گرفته تا عرب و فارس و قشقایی و کرد و گیلک و لر همه بایستی دست در دست هم گذاشته تار و پود این نظام ضد بشری را در هم بپیچیم. ما می توانیم با اتحاد، انسجام و برنامه ریزی دنیای بهتری را برای آیندگان رقم بزنیم. دنیایی که بر اساس آزادی، برابری، دموکراسی و اعلامیه‌های حقوق بشری بنا شده است. ما می توانیم دنیایی بسازیم که در آن از استبداد و استثمار و تحقیر و تبعیض خبری نباشد. ما می توانیم به شرطی که تصمیم به انتخاب کنیم در کنار ستمدیدگان و محرومان در مقابل جنایتکاران واپسگرا قرار بگیریم. من از همه برادران و خواهران که به این خلاصه گوش کردن تشکر میکنم و یادآوری میکنم و میگم که یا شخصین آذربایجان، یا شخصین الحریه لشعب الاحواز العربی، زنده باد همه ملت‌های تحت سر در جغرافیای ایران. زنده باد آزادی ملل تحت اشغال نظام نامقدس و دولتی موسوم به ایران. الان شما
با عرض سلام مجدد به کلیه همرزمندگان و همرزمان فرزندان ملت ترک آذربایجان بزرگ. در واقع وقتی میگیم ملت ترک آذربایجان بزرگ به این خصوصیت های مهمی داره. بنده را به سالهای 57 زمانی که ملل داخل جغرافیای موسوم به ایران بر علیه طاغوت سابق سلطنت طلب یا شاهنشاهی به قول خودشون که این حکومت سابق ایشان مسئول اشغالگری نظامی بر علیه ملت همون شده. یادم هست که اولین پایتخت ملت ها تبریز بود که بر علیه طاغوت شاهنشاهی بلند شد و بعد از آن تهران و الاهواز پایتخت دولت اهواز اشغالی. پس این ملت بزرگ به همراه ملل تحت اشغال دولت موسوم به ایران انشاءالله ملت هامون به پیروزی خود و آزادی خود انشاءالله دست برسند. امروز ما فرزندان ملت عرب اهواز همجوش برادران خود و همرزمان خود فرزندان ترک آذربایجان جنوبی و ملل غیر فارس در این تجمع در واقع بزرگ در روبروی مرکز به قول معروف فکر تجسس یا جایگاه تجسس و کشتارها و بدبختی هایی که بر نه فقط ملل غیر فارس بلکه این وسیله‌ای و جایگاهی هست که تروریست دولت اشغالگر را به دنیا توسعه میده. امروز تجمعی که ما در خدمت برادرامون هستیم در واقع هدف اول این که این ملت ها همیشه باید همیار همدیگه باشند، همگوش همدیگه باشند تا با هم بتونیم ظلم، طغیان، اشغالگری و ملت هامون همینطور که جمهوری آذربایجان در 80 سال پیش برای خودش جمهوری داشت یا در الاهواز قبل از 1925 برای خودش دولت و آزادی داشت، اختلاف بین المللی داشت، بریتانیا، روسیه، آلمان و خیلی از کشورهای اون زمان روابط دیپلماتیک با دولت اهواز داشت در عهد شیخ خزعل. همینطور که دکتر عوده فرمودن در سالهای دهه اول قرن گذشته که نفت اکتشاف شد در منطقه شمال دولت اهواز در شهر مسجد سلیمان، قرارداد استخراج نفت تا امروز با شیخ خزعل پایدار هست. پس این ملت ها که با یوغ تانک و هواپیما و مسلسل زیر اشغال رفتن امروز مسئولیت دنیاست. الان که دارن صداهامون میشنون در یه دهه دو دهه اخیر مسئولیت آزادی این ملت ها نه فقط گردن خود فرزندان این ملت هاست. ما میلیون ها آدم قربانی دادیم، میلیون ها آدم از آذربایجان تا بلوچستان تا اهواز و ترکمن و غیره جهت آزادی ملت هامون برای خاکشون قربانی دادن. پس امروز در واقع جهانم مسئول، جهان، سازمان بین الملل، حقوق بشر، اتحادیه اروپا، جامعه کشورهای عربی مسئول است که دوش به دوش این ملت ها بیستن تا آزادی از طغیان. وقتی ما صحبت از یک نظام اشغالگر و آدم کش صحبت میکنیم الان دیگه برای هیچ کس مخفی نیست. الان داریم میبینیم از استرالیا تا کانادا تا اروپا و افریقا داره ایران اشغالگره، ایران تروریسمه. تا 2 هفته پیش کشور استرالیا سفارت نامقدس جمهوری اسلامی ایران و سپاه
توریستی را محروم کرده و حتی سفارت ایران بسته. پس درخواست کل فرزندان ملل غیر فارس و خاصتا جمع حاضر این است که دنیا باید با این ملت ها بیسته تا آزادی سرزمین های خودشون، آزادی ملت هاشون و این قربانیانی که میبینید که دارن روزانه کشته میشن، زندانی میشن، اینها مسئولیت فقط ملت ترک نیست، ملت عرب نیست، ملت ترکمن نیست، بلکه الان مسئولیت جهانیه. ما داریم میبینیم در یکی از گوشه های دنیا یه اتفاقی میفته، کل سازمان های بین الملل میره اونجا کمک میکنه. بچه کشتارهایی که در جغرافیای موسوم به ایران داره اتفاق میفته، هیچ صدایی از این سازمان های بین الملل دیده نمیشه. پس مسئولیت امروز همگانیه که ملت هامونو دست به دست بدیم اولا و دنیا دریابر این ملت ها باشه که از اشغالگری و تروریستی نظام اشغالگر معروف به جمهوری اسلامی ایران خلاص بشن. با تشکر از کلیه حضور، تشکر از فرزندان ملت عرب الاحواز و ترک آذربایجان و مهمانان دیگر و من تشکرم از خواهرای بزرگوار آذربایجان و خواهرای احوازی که دوش به دوش برادرانشون در کل میادین حقیقتا مبارزه، حالا چه در سطح مسائل فرهنگی، مسائل حقوقی و حتی در خیابانهای احواز و آذربایجان حاضر هستند. درود بر زنان آزاد ملت عرب، ملت ترک، ملت ترکمن و ملل دیگر. با تشکر از همگی و تشکر از همت که دارم سلامت باش. Mahmut Bey Gülcüm, bizi mahpuslar hakkında bir söz. Bütün siyasi mahpuslara azatlık! Siyasi mahpuslar azad olsun gerek! Tahir Negevi azad olsun gerek! Bakır Hacızade azad olsun gerek! Ayaz Seyfxa azad olsun gerek! Murtaza Pervin azad olsun gerek! Vedud Esedi azad olsun gerek! Kerim Merdane azad olsun gerek! Muhammed Rıza Fethi azad olsun gerek! Aras Aman azad olsun gerek! Siyasi mahpuslarımız listesi çok olsun. Onun için ben fəqət adlarını oxuyuram dostlar. İbrahim Asımani, Ali Xeyqcu, Yusuf Kari, Behzat Dəşti, Əbulfəz Rəncibar, Aras Aman, Muhammed Rıza Fethi, Salar Tahir Əfşar, Kerem Merdane, Bakır Hacızadə, Murtaza Pervin, Azim Qədimi tərəfləri, Ali Xeyqcu, İbrahim Asımani, Hüseyin Piri, Aydın Məhəmmədi, Ali Zəfərşid, Abbas Lisani, Fatıma Ateşi çox-çoxdular. Bütün siyasi məhbuslarımızın azadlığı üçün burada yığılmışıq. Fas şovinist rejiminin, saxtımanın və binasını, başını yıkmaq üçün yıkılmışıq. O dövlət bizi qəsb edibdi yerimizi, topraklarımızı. O bina Güney Azərbaycana aiddir. Yaxın gələcəkdə orada azadlıq sembolumuzu, bayrağımızı asacağıq. Değerli dostlar, bu fasit şovinist rejimi yok tak bizim dilimizi, kültürümüzü, varlığımızı, her şeyimizi elimizde alıp, eyni halda Urmuş yoluyla topraklarımızı dağıtmaya hedef tutup, 15 milyon insanı didercit etmeye hedef tutup, ne kadar zulmü var, azatlık var, ne kadar siyasi mahpuslar var, mübarize var, azatlık için, birlik için adım atacağız. Azatlık, adalet, milli hükümetlere oturacağız.
ve nihayet milli devletimizi kocayıp 21 Ocak gösterdi ki biz devlet kurmuşuq ve bir daha devletimizi kocayıp azimi kadimiler, muhtezem hayvanlar, vadud asadiler, tahir naqaviler, bunlar bizim bugün önüne giden insanlarımızdır. Bunların açlık aksiyalarının dağıldırmağını talep edilir. Yeter. 46 günden çoxdur ki bunlar açlık aksiyasındadılar. Umuram ki bir gün ola ki daha müstakil, azad toprağımızda birliğimizi, 21 Ocağımızı geçirdik. Çok sağ olun. Çok sağ olun. Çok sağ olun. Yok, değerli dostlar, hava soğuk olduğuna göre biz mecbur toparlayak bu aksiyanı. Demek olar ki siyasi məhbuslar içinde en önemli insanlardan biri de Kerim İsmailzade, Kerim Boksor ki neçə aylar aksiyası elədi zindanda, çox çətinlik çəkdi. Onu da unutmamalıyıq. O hələ azad olmayıb, şərti azad olubdur. Ona göre de o da çok önemli insanlardan biridir. Şimdi biz utanırıq, ama ki bir dəqiqəlik Cavanşir bədisi bir şeylərsə ondan sonra qalır. Bir de xahiş edirəm, bandurundan yerə sütün ki, gələn dəvrdə istifadə edək. Sağ olun. Teşekkür ediyoruz Qateş tarafından. Qateş'te bütün təşkilatlar tərəfindən buradakı günlərimiz soğuqda zəhmət çəkib tədbirimizdə məhbusların azadlığı üçün burada tələblərini ifa etmək üçün minnətdarlığımızı bildiririk. Bildiğiniz kimi 80 illiyi Azərbaycan Milli Hükümətin 80 illiyi münasibətilə Qateş konferans keçirdi. Və bu konferansda bir araya gəlib bir platformu təqdimatını irəli sürübdür. Platformun əsas məsələsi Güney Azərbaycanda xalqımızı birləşdirib bir məqsədə azadlıq, ədalət, milli hükümətə istiqamətində mübarizəsini yönətməkdən ibarətdir. Değerli soydaşlarımız, siz ve önce qabaqda gələn xalqımızın değerli insanları həmişə Azərbaycan xalqının biz günlərində dəstəkləmisiniz ve bu günde onu nümayiş ettirirsiniz. Azərbaycan xalqının bir acil hedefi milli hükümet, milli meclis, milli ordu, milli eğitimin kurmasıdır. Biz bunu sistem altında yaşayan halklara da talep ediyoruz. Yaşasın Azerbaycan, yaşasın birliğimiz. Yaşa. Çok sağ olun. Bağışlayın, gitmeden önce bizi Ruhullah ve Muradi, Gaye Teşkilatı'nın başkanı ve Məsul-i Duriye İtilaf Teşkilatı, İtilaf Demokratik Millətlər İran. Qəşqərlər də çox böyük bir baskıya məruz qalıblar. Rola ben bir rica edəcəyəm ki, bir neçə sözlə siz deyəsiniz. Bilirəm, həm soğukdur sizə, həm cəmaat üşüyübdür. Qısa da olmuş olsa bir sözü paylaşırsınız. Xahiş edirəm o Teşekkür ediyorum. Tüm gençlerden, kardeşlerden. Bugün burada biz sesimizi bütün milletimize yetişmek için geldik buraya. Havalı soğuk bütün merkez buluşmuş. Ama bir de yani çok kısa ben Kaşkay'ın tarafından, Kaşkay milleti tarafından bu toplantısına iştirak etmişim. Ama bütün Kaşkay milletinin Azerbaycan yanında olduğunu burada sizlere belirtiyorum. Ben demek isterim ki Azerbaycan milletinin yanında Kaşkay her zaman olması olacaktır. Yani o ki 80 yılından kabak Azerbaycan Milli Devleti'nin teşkil olduğunu Kaşkay'dan desteklemişti. Bugün de bütün Kaşkay milleti Azerbaycan Türk milletinin yanındadır. Bütün ağabeylerimiz zindanlarımızın azadlığını talep eder. Bizim de Kaşkay'da bildiğiniz gibi birçok zindanımız var. En önemlisi de Beyran ve Zilliyan'dır ki 2 ay bundan kabak çok rahat aldığını destek oldu da 18 il zindana mahkum oldular. Onlar Peygamber'e
hapslarını çekti. O yüzden bütün Azerbaycan zindanlarının qırağında beynel bazı dünyanın azadlığını talep edecek. Umarım ki Qəşqayın gelecekte Azerbaycan hükümeti, Qəşqay milleti öz geleceklerini, sendiklerini öz elleriyle belirleyecektir. İnşallah. Çok sağ olun. Herkese teşekkür ederim bu gördüğünüz için ve Allah'a tavsiye Yaşasın Qəşqay Türk milleti. Yaşasın Qəşqay. Yaşasın Türk milleti. Çok sağ olun hamılıqdan güzel bir aksiyeli umudvarım ki Güneyde ve İran'da değil Fars millətlər bunu intihar görələr, ürəklənələr, bilələr ki bizdə var. Buradan hamılıqdan bir ayda biz otelə gedirik, seminar başlayacaq saat 1'də. Çok sağ olun. Eldar. Ama bitti daha. Mesela bitti bu. Evet, evet.